Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli amma ba'd. Bu günləri Allah azza və cəllə nəsib edərsə, yeni bir dərs silsiləsinə başlayırıq və biz bundan öncə danışmışdıq ki, La ilahə illallahın Allah qatında fəziləti nədir? La ilahə illallah, yəni bu tövhid kəlməsini insan pozduğu zaman başına gələcək şeylər nələrdir? Və biz bunlardan bəhs etmişdik. Tövhidin fəziləti, tövhidin necə bir əzəmətli neymət olması, bunlardan danışmışdıq. Bugün isə La ilahə illallah kəlməsinin şərtləri nələrdir? Yəni nə olmalıdır ki, bu La ilahə illallah kəlməsi insana fayda versin? Çünki bəzi insanlarda elə bir təsəvvür var ki, yəni bir insan La ilahə illallah dedi mi, heç bir şərtə, heç bir əsasa baxmadan deyilir ki, bu La ilahə illallah insana cənnətə aparan bir şeydir. Lakin biz bunu bugün ələ alacağıq ki, La ilahə illallah şərtsiz ola bilərmi? Yəni necə ki biz bilirik ki, şərt nədir? Şərt o şeydir ki, o olduğu zaman, yəni şərt tamamlandığı zaman əməl tamamlanır, şərt olmadığı zaman isə həmin əməl tamamlanmır. Məsələn, buna misal verəcək olsaq, namazı buna misal verə bilərik. Bir insan namaz qılır, lakin onun şərti olan niyyət namazın şərtidir. Həmin insan niyyət etmədiyi zaman insanın namazı batildir. Dəstəmaz namazın şərtidir. Dəstəmaz olmadığı zaman insanın namazı batildir. Yəni insan o namazı sanki heç qılmamış kimi, yəni insana nə edilir? Müamilə edilir. Məsələn, bir insan həccə gedir. Həccin şərtləri var. O şərtlər yerinə gəlmədən edilən həcc demə həcc deyil. Və yaxud da bir insan oruç tutur. Lakin orucun şərtlərindən birisi nədir? Orucun şərtlərindən birisi oruca niyyət etməkdir. Və bu şərtlər olmadığı zaman insanın orucu nə deyil? Orucu, namazı, həcci batildir. İndi siz təsəvvür edin ki, oruc, namaz, zəkat, həcc bu ibadətlərin şərtləri var. Və bu ibadətlər şərtlər olmadığı zaman tamamlanmır. Necə ola bilər ki, bunlardan daha əzəmətli bir kəlmə, bunlardan daha mühüm olan bir kəlmə, La ilahə illallah kəlməsi mücərrəd bir tələffüzlə insana fayda verə bilər? Yəni, heç bir şəkildə onun ətrafında olan şərtlər olmadığı halda, şərtlər yerinə gəlmədiyi halda bu kəlmə mücərrəd olaraq bunu tələffüz etmək insana fayda verə bilərmi? Ondan daha aşağı olan şeylərdə belə biz bu şərtləri axtarırıq, bu şərtlərə baxırıq və bu şərtlər olmadığı zaman bu əməl keçərsizdir deyirik. Eləcə də La ilahə illallah şərtlərsiz, şərtləri tamamlanmadan deyilən La ilahə illallah insana fayda vermir və biz bu günləri həmin o şərtlərdən başlayacağıq. Hansılar ki, La ilahə illallah bunlarla gerçəkləşir. İrəliyə doğru da bu şərtlər tamamlandı. Bu şərtlər yerindədir. Bu La ilahə illallahı pozan şeylər nədir? Necə ki biz namazı tamamladıq şərtləri ilə, amma namazı pozan şeylər var. Necə ki orucu tamamladıq şərtləri ilə, lakin bunu pozan şeylər var. Həcci tamamladıq, lakin bunu pozan şeylər var. Şərtlərini bildikdən sonra bu nə ilə tamamlanır, nə ilə ortaya çıxır bunu bildikdən sonra onu pozacaq şeylər var. Eləcə də La ilahə illallahın şərtləri tamamlandıqdan sonra bir insan La ilahə illallah dedi. Şərtləri tamamlandı və lakin bunu pozacaq şeylər var. Yəni bu qapıdan La ilahə illallahla insan İslam'a girir, lakin bu qapının bir də çıxış qapısı var. İrəliyə doğru da insan nə etdiyi təqdirdə İslam millətindən xaric olur. Bunlardan danışacağıq ki, bu kəlməni La ilahə illallahı pozan şeylər nələrdir? İnsanlar bunu da bilmiş olsunlar ki, ta ki Allah qorusun, insan bu şeylərdən bərabərində uzaq durmuş olsun ki, ta ki La ilahə illallah əzəmətli olan bu kəlməyə zərər gətirməmiş olsun. La ilahə illallahın birinci şərti elmdir. Bu kəlmə elm ilə deyilərsə insana fayda verər. Bu kəlmə elmsiz bir şəkildə tələffüz edilərsə, onun nəyi tələb etdiyini, nə olduğunu, bu kəlmənin anlamının nə olduğunu, nə tələffüz etdiyini insan bilmədən bu kəlməni iqrar edərsə, bu kəlmə insana fayda verməz. Bəs dedik ki, La ilahə illallahın birinci şərti elmdir. Elm nədir? Alimlər deyirlər ki, Ma'rifətu şey'i alə həqiqətihi əlləti huvə aleyhə. Bir şeyi olduğu hal üzərə bilməkdir. Yəni bir şeyi sən bilirsən, necədirsə o cür bilirsən, həqiqəti üzərinə bilirsən. Bir də var ki, sən bir şey bilirsən, amma o bilmiş olduğun şey həqiqəti deyil, o bilmiş olduğun şeyin həqiqəti elə deyil. Buna misal verəcək olsaq, məsələn, bir adama deyirsən ki, oruç tutmaq lazımdır. O da səni təsdiqləyir. Deyir, bəli, oruç tutmaq lazımdır. Bax, tələffüz etdi, oruç tutmaq lazımdır dedi. Və sonra deyir ki, qardaş,
Ümumən oruc necə tutulur? Sən deyirsən ki, səhərin bəlli bir vaxtından günün batacağı bəlli bir vaxta qədər yemək yeyə bilməzsən, yaxınlıq edə bilməzsən, su içə bilməzsən, nə bilim, nə sayırsan. Adam da deyir ki, ya belə şey olar, deyir. Bu necə absurd bir şeydir, deyir. Niyə görə bu mən az qalmalıyam ki? Niyə görə mən özümü şəhvətlərdən uzaq tutmalıyam ki? Yəni, adam az öncə nə demişdi? Oruç tutmaq lazımdır. Səni təsdiqləmişdi. Lakin təsdiqləmiş olduğu şeyin mahiyyətini başa düşmürdü. O başa düşmürdü ki, o bilmirdi ki, daha doğrusu. Başa düşmək ayrı şeydir, bilmək ayrı bir şeydir. O adam umumən bilmirdi ki, orucun mahiyyəti bundan ibarətdir. Və həmin o oruc tutmaq lazımdır deyən adam, o oruç tutmaq lazımdır sözü deyilə bilərmi ki, ona fayda verən sözdür? Adam orucu qəbul edib, adam orucu qəbul eləməyib. Hətta vələf ki, onu dili ilə tələffüz edib, təsdiqləsə belə, bu orucu təsdiqləmək insana fayda verən şey deyil. Və yaxud da bunun misallarını artıra bilərsiniz. Namaza verə bilərsiniz, zəkata verə bilərsiniz və s. Adam tələffüz edib, iqrar edə bilər, zəkat vermək lazımdır. Qardaş, zəkatı mənə anlat, izah elə. İzah eləsən adama ki, desən zəkat budur, malının 1/40-ni verməkdir, bilməm nə, anlatsan adama, adam sonra desə ki, mən niyə malının 1/40-ni verirəm? Niyə mənə hədd tətbiq edirsən? Mən zəkatı verməyəcəm. Bu zəkatı iqrar etməsi, təsdiqləməsi deyilə bilərmi ki, o adam zəkatı qəbul edən, zəkatın həqiqəti onda olan bir insandır? Əsla bu deyilə bilməz. Eləcə də insana deyirsən ki, denən la ilahə illallah. Adam deyir ki, la ilahə illallah. Az öncə verdiyim misalları yadda saxlayın. Oruc, namaz, zəkat və s. İndi deyirsən ki, qardaş, la ilahə illallahın həqiqəti nədir? İzah edirsən ona. Deyirsən ki, la ilahə illallah, Allahdan başqa bütün ilahları rədd edirsən. Yəni, sənin bir dənə ilahın var, o da aləmlərin Rəbbi olan Allahdır. Onun xaricində olan bütün ilahlar rədd edilir. O da sənə qayıdır, deyir ki, necə ola bilər, deyir. La ilahə illallahı izah eləyəndən sonra adam onun həqiqətini qəbul eləmir. Yox, deyir, qardaş, başqa ilahlar da ola bilər. Yəni, tək ilah sənin anlatdığın Rəbb deyil. İndi bu adama deyilə bilərmi ki, bu adam la ilahə illallahın həqiqətini bilir. Bilir la ilahə illallah nə deməkdir? Bilmir, qardaşım, bilmir. Ona görə la ilahə illallahın birinci şərti elm üzərə olması. Elm üzərə olmadığı zaman bütün işlər nədir? Fəsaddır, bütün işlər zərərdir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, Mən mətə və huvə ya'ləmu ənəhu la ilahə illallah dəxələl cənnə. Kim öldüyündə la ilahə illallahı bildiyi hal üzərə ölərsə cənnətə daxil olar. Diqqət edin. Və huvə ya'ləmu, bildiyi halda. Bu haqda varid olan bütün hədisləri bir araya topladığımız zaman görürük ki, la ilahə illallah deyən insanın cənnətə getməsi mücərrət olaraq bu sözü la ilahə illallah demək deyildi. Məkkəli müşrikləri gözünüzün önünə gətirin. La ilahə illallah sözünü demirlər. Hətta deyilir ki, la ilahə illallah de, sənin üçün qurtuluş olsun. Adam demir. Niyə görə onun üçün o kəlmə qurtuluş idi? Çünki ona görə onun üçün o kəlmə qurtuluş idi ki, o la ilahə illallah dediyi zaman o ibadət etmiş olduğu Allahdan başqa ibadət etdiyi bütləri rədd etdiyini bilirdi. Ona görə o kəlməni tələffüz etsəydi, onun üçün qurtuluş idi. Bu günləri la ilahə illallah deyən bir adam deyir ki, mən bilmirəm nə deyirəm. Hətta bununla bağlı gedin, baxın internetdə, sosial şəbəkələrdə görəcəksiniz ki, bəzi insanlar belə eləyirlər. Gəlir insanlardan, Avropalı insandır, deyir ki, denən ki, məsələn, sənə mükafat verəcəm, bir kəlmə deyəcəm de, o da tamam deyir, bütün şəhadət kəlməsini ona dedizdirir, sonra deyir, adam nədir, bu sənin hədiyyəndir, amma deyir, sənə pis bir xəbərin var, sən müslüman oldun. Bu adam müslüman oldu mu? Bu adam, əgər bu la ilahə illallahı mücərrət olaraq ağızdan tələffüz edib çıxartmaq insana fayda vermiş olsaydı, o nə dediyini bilməyən adam müsəlman oldu. Hətta bəziləri var, bunu rədd edirlər. Bəziləri var, deyir, əybi yox, deyir. Oldum, deyir, qoy görək burada nə baş verir. Adam istehza eləyir. Adam ümumiyyətcə o la ilahə illallah dedimi, demədimi, adam sözünün, kəlməsinin, mahiyyətinin fərqində deyil. Bu la ilahə illallah insana necə fayda verməlidir? Elm üzərə. Əgər elm üzərə şərtini çıxartsan, desən ki, la ilahə illallah hər bir halda insana fayda verir, onda o la ilahə illallahı deyən Avropalı, hansı ki o bilmirdi nə deyir, hədiyyəni gözləyirdi, o mükafatı ki alacam, nə deyirsən, nə istəyirsən deyim. Yəni ona la ilahə illallah yox, başqa söz dedirсəydin, onu da deyəcəkdi adam. Deməli, bu kəlmə insan bu kəlməni dediyi zaman ona fayda verməsi üçün bu kəlməni elm üzərə deməsi lazımdır. Ona görə Məkkəli müşriklər bu kəlməni desəydilər onlara fayda verəcəkdi və onlar onun anlamını, mənasını, həqiqətini başa düşmüşdülər.
və ona görə də bu kəlməni tələffüz etmədilər. Təsəvvür elə, adam ölüm ayağındadır. La ilahe illallah de, qurtul. Demir adam la ilahe illallahı. Təsəvvür edirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, adam la ilahe illallahın fərqindədir. Həqiqətini başa düşüb. Ona görə o insanlar la ilahe illallah kəlməsini tələffüz etmədilər. Onlar bilirdilər ki, Allahdan başqa bütün ilahları rədd etməlidirlər. Və bunu bildiklərinə görə də onlar bu kəlməni tələffüz etmədilər. Və ona görə İmam Buxari rahimehullah başlıq atır. Və bu ayəti o başlığın altında zikr edir. Nədir o bab? Hansı babdır? Əl-ilmu qabləl qavli vəl-əməl. Elm söz və əməldən öncədir. Və bunun altında hansı ayəti zikr edir? Fə'ələm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa ilah yoxdur. Allahdan başqa ilah olmadığını Allah Azza və Cəllə necə bir, yəni biz bilirik ki, Quran ayələri elə belə deyil. Rasulullah sallallahu aleyhi və səlləmin sözləri elə belə deyil. Burada baxın, diqqət edin, bilmək gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində bilmək gəlib. Və huvə ya'ləmu, onlar bilərsə, öldüyü halda. Və huvə ya'ləmu, diqqət edin. Və kəlmələr önəmlidir. Və sonra bu kəlmələrin, diqqət edin, dedi ki, Quran, sünnə, heç bir kəlmə boşuna gəlmir. Biz bunları hardan bilirik? Alimlərin bu hədislərə vermiş olduğu, bu ayələrə vermiş olduğu şərhlərə baxın. Hər bir kəlmə, bıraq kəlməni, hər bir hərfin üzərində dayanıb izah ediblər. Həmçinin Allah Subhanahu wa Ta'ala bizə bildirmiş olduğu bu şəhadət kəlməsi ki var, diqqət edin, şəhadət kəlməsinin ilk başlanğıcı necədir? Əşhədu ən la ilahə illallah. Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Şahidlik edirəm ki, bu kəlmə bəsit bir kəlmə deyil. Bu kəlmə elə bir kəlmədir ki, cənnət və cəhənnəm bu kəlmə üçün yaradıldı. Bu kəlmə elə bir kəlmədir ki, bu kəlmə üzərində insanlar canlarını, mallarını ortaya qoydular. Bu kəlmə elə bir kəlmədir ki, bəsit bir kəlmə deyil. Oğul anasından, ana oğlundan bu kəlmə üzərində ayrıldı. La ilahə illallah kəlməsi üzərində. Bu kəlmə sözləri, hərfləri, tələffüzü bəsit, sıradan necə gəldi seçilmiş ola bilməz. Bu Allah Subhanahu wa Ta'ala'nın əzəmətli bir bizə bildirmiş olduğu kəlmə ki var. Dünya və onun içərisində olan hər bir şeydən daha əzəmətli bir kəlmədir. Bu kəlmə elə bir kəlmədir ki, Allah Subhanahu wa Ta'ala öz peyğəmbərinə əmr etmiş olduğu şey nə idi? Fə'ələmənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa ilah yoxdur. Bu ayə bilirsiniz harda nazil olub? Mədinədə nazil olub. Mədinədə nazil olmaq nə deməkdir? Artıq bu kəlmə üçün insanlar canlarını, övladlarını, mallarını, hər bir şeylərini fəda ediblər. Artıq Mədinə İslam bəldəsinin olmuş olduğu bir diyardır. Burada belə Allah Azza və Cəllə bu ayəti nazil edir. Bil ki, Allahdan başqa ilah yoxdur. Yəni Məkkədə də olsan, Mədinədə də olsan, harda olursansa ol, Allah Azza və Cəllənin əmr etmiş olduğu şey la ilahə illallahdır. Və bu əzəmətli kəlmənin sözləri, hərəkələri, uzatmaları heç birisi əbəs yerə, boş yerə ola bilməz. Əşhədu, şahidlik edirəm ki, mən şahidlik edirəm ki, indi burada sual yaranır. İnsan şahidlik edir. Nəyə şahidlik edir? İnsan bilmədiyi bir şeyə necə şahidlik edə bilər? Yəni bir insan ki, nəyə şahidlik etdiyini bilmir. Nəyə şahidlik etdiyini bilməyən insana ən yaxşı halda yalançı deyilir. Yəni dediyi şeyin fərqində deyil. O az öncə Avropa misalı verdim. İnsanlardan sorğu keçirdirlər. Adama deyir ki, sənə mükafat verəcəm denən. O da deyir, əşhədu, mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Bu adam şahid oldu mu? Bu həqiqətən də Allahdan başqa ilah olmadığına şahidlik etdi deyilə bilərmi? Əsla belə bir şey deyilə bilməz. Çünki bu adam tələffüz etdiyi şeyi elm üzərə bilmir. Necə buna şahidlik eləyə bilər ki? İnsan bilmədiyi bir şeyə necə şahid ola bilər? Sənə deyilir ki, denən ki, mən filan hadisəyə şahidəm. Mən bilirəm filan məsələni. Məgər bu insan bilmədiyi bir şeyə şahidlik etdiyi zaman bu şahidliyi fayda verdi deyilə bilər? Bu şahidliyi fayda verildi deyə bilməz. Allah Subhanahu wa Ta'ala bu kəlmənin bu şəkildə bizə bildirməsinin diqqət etməmiz gerəkən məsələlər olduğundan dolayıdır. Mən şahidlik edirəm ki, nəyə şahidlik edirəm? Allahdan başqa ilah olmadığına. Buna şahidlik eləyən bir insan sonra bu kəlmə ondan deyildikdə ki, bunun həqiqəti bundan ibarətdir. Deyə bilərmi ki, yox, mən məsələni düz başa düşməmişdim. Deyə bilər. Allah üçün bu demiş olduğu şey nəyin göstəricəsidir? Bu la ilahə illallahın ona fayda vermədiyinin göstəricəsidir. Bir insana la ilahə illallahın fayda verməsi üçün insanın bu kəlməni bilməsi lazımdır. Nəyə şahid olduğunu bilməsi lazımdır. İnsan bu kəlmənin anlamını bilmədən, bu kəlmənin həqiqətini başa düşmədən tələffüz etdiyi şey insana fayda verə bilməz. Və bununla bağlı Şeyh Muhammed ibn Abdülvahhab buyurur ki, فَإِنَّهُ لَا يَنْفَوْ نُطْقُ الْإِنْسَانِ بِهَا مَعَ جَهْلِهِ بِمَعْنَاهَا. Çünki deyir, insanın bu kəlmənin mənasını bilmədən tələffüz etməsi,
ona fayda verməz deyir. Və sonra buyurur ki, فَالتَّوْحِيدُ لَا يَكُونُ إِلَّا بِالْعِلْمِ وَالْيَقِينِ وَالْعَمَلِ بِمُقْتَدَهِ. Yəni, tövhid yalnız elm, az öncə danışdırıq məsələlər ki var idi. Elm, yəqinlik və bunun gətirilmiş olduğu tələbləri yerinə yetirdiyin zaman insana fayda vermiş olur. Lakin onun mənasını bilmədən tələffüz etməsi, şeyx deyir ki, bu insana fayda verməz. Əgər biz imamların sözünü əmin olun ki, artıracaq olsaq, 2-3 dərs sadəcə imamların sözlərini nəql edərik və buna da Allahın yardımı ilə gücümüz yetir ki, 2-3 dərsdə imamların sözünü insanlara çatdıraq. Lakin bu danışmış olduğumuz şeylər artıq elə şeylərdir ki, elm əhlinin belə bir sözü var, deyir ki, bilinən bir şeyin tərifi olmaz. Yəni bir şey bilinir, artıq ona tərif verməyə ehtiyac yoxdur. Yəni bilinən şey artıq gözlə görürsən. O türklərin məşhur bir sözü var, görülən köy qılavuz istəməz. Həqiqi mənada bu məsələ elədir ki, kitaba baxdığın zaman, sünnəyə baxdığın zaman, alimlərin sözlərinə baxdığın zaman məsələ apaçıqdır və elm əhli bunun üzərində ittifaq etmiş olduğu məsələlərdəndir. Allah nəsib edərsə gələcək dərslərimizdə La ilahə illallahın digər şərtləri nələrdir? Onlardan danışacağıq. Bu La ilahə illallahın birinci şərti, yəni elm üzərə bu kəlmə deyilməlidir. Əks halda insana bu kəlmə fayda verə bilməz. Və axiru davana enilhamdülillahi rabbil alemin.